محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. والصلاة والسلام على سيدنا ونبينا محمد وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Allah barəsində olan etiqadımızdan danışırdıq və həmin o etiqaddan gəldi, dedi, ləm yəzəl və la yəzəl səmi'ən basira. Allah Teala ləm yəzəl, yəni daimən, əbədi, qədimən eşidən idi və görəndir. Və la yəzəl, yəni indi də eşidən və görəndir. Yəni, demək istəyir ki, bu sifət Allahın qədim sifətlərindəndir. Qədim sifətlərindən, yəni Allahın zatı sifətlərindəndir. Yəni, Allahın sifətlərindən biri nədir? Ləm yəzəl və ləm yəzalı. Və ləm yəzaldır? Yox, və la yəzal. Ləm yəzəl və la yəzalı. Ha? Sən mənə demirdin indi. Ha, nəyi? Heç bir şey demirəm ki, necə deyirəm. Ha? Yox, ikincini ləm oxudun, ona görə ləm yəzəl və ləm yəzal dedin. Yox, və la yəzal. Ha, və la yəzal. Ləm yəzəl və ləm yəzal. Ləm yəzəllə və ləm yəzal. Neyi? Ləm yəzəl və ləm yəzal. Və la yəzal deyirəm. Və ləm dedi. Və ləm deyirəm. Anlaşıldı. Ləm yəzəl və la yəzal. Yəni biri keçmişdir, mazini inkar edir, biri isə adı nədir? Muzaridir. Yəni biri cəhdir, biri də nədir? Muzaridir. Yox, nədir? Nəfidir. Nəfidir. Nəhidir, nəfidir. Nəhi olsa, Nəhi olanda əlif gedər. Zərcədə ondan sonra eləndi. Və nəhi olsa əmr olar, əmrin mənası yoxdur. Ona görə də nəfi olacaq. Demək, yəni işarə edir ki, səmi' və basir Allahın zat sifətlərindəndir. Yaxşı, Allahın zat sifətlərindəndir. Bunun mənası nədir? Yəni, Allahın nəcür zatı sifətlərindəndir, səmi' ilə basir. Və hətta bəziləri də buna görə qatışdırırlar. Məsələn, səmi' basir elə bilir Allahın feili sifətidir. Bir halda ki, səmi' və basir Allahın elə zatı sifətidir. Niyə zatı sifətidir? Çünki bu həqiqətdə səmi' və basir qayıdır alim sifətinə. Yəni, səmi' və basir Allahın xəbərdar olmağından mənasında, yəni Allah xəbərdardır. Bilir, həmin o bilmək sifətinə qayıdır səmi' və basir. Və buna aid müəyyən hədislər qeyd olunub, həmin o hədislərin bəzilərini oxuyaq. Məsələn, biri budur ki, məsələn, İmamdan buyurur, yəni birinci Quran-ı Kərim özü də bu ayələri deyir, ona görə biz səmi' və basiri ayrıca qeyd edirik. Çünki Quran-ı Kərim və hədislər Allahın eşidən və görən olduğunu bildirir. Məsələn, Allah Teala Quran-ı Kərimdə deyir, İnna Allaha kana sami'an basira və kana Allahu sami'an basira ki, eşidəndir və görəndir. Eşidən və görəndir. Məsələn, hər ikisini Allah Teala deyib, yəni nəslə bizə gəlib çatıb eşitmək və görmək, ona görə bu Allahın sifətlərindəndir. İmam Baqir aleyhisselam Muhammed ibn Müslimə deyir ki, və anil İmam Baqir aleyhisselam li Muhammed ibn Müslim innəhu səmi'un basir. Allah eşidən və görəndir. Yəsmə'u bima yəbsur. Görün, burada səmi' və basirin həqiqətini açıqlayan hədisləri oxuyacaq. Neçə dənə. İmam deyir ki, yəsmə'u bima yəbsur. Gördüyü ilə eşidir. Gördüyünə eşidir, mənası nədir? Gördüyünə. Yəni, imam demək istəyir ki, Allaha ki, səmi' və basir deyir, bu həqiqətdə insanlardakı səmi' və basir xüsusiyyətinə fərqlidir. Nəzir ki, bundan sonraki hədislər də buna işarə edəcək. İnsanlar gördüyü, gözü ilə görür, bir alətlə görür. Düzdür? Bir də qulağı ilə eşidir. Qulağı ilə eşidir, yəni qulağı ilə görə bilməz ki, və yaxud da gözü ilə eşidə bilməz.
Niyə? Çünki bunlar hər biri insan üçün bir həmin görmək üçün və eşitmək üçün bir alətdir. Amma Allah Taala'ya biz səmi' və basir deyəndə bu bəndələrdəki səmi' və basir, yəni eşidən və görəndir kimi deyil. Bəndələrin Allahın görməyi, bəndələrin görməyi kimi deyil. Allahın eşitməyi, bəndələrin eşitməyi kimi deyil. Bəndələrdə ki, bu müxtəlif alətlər vasitəsilə olur. Allah bu alətlərə ehtiyaclı deyil. Ehtiyaclı olmadığı üçün həmin bu görmə və eşitməkdə olan bunlara Allah Taala bu alətlərə ehtiyac olmadığı üçün Allah Taala da səmi' və basir elə onun elmidir. Allahın bunları bilməsidir. Yəni nə ki eşidilir, Allah Taala onları bilir. Nə ki görülür və yaxud da heç görülməyən o zərrəciklə nəzök hədislər gələcək, onları belə Allah Taala onlar barəsində xəbərdardır. Yəni görür, yəni xəbərdardır mənasında. Çünki eşitmə və görmə əslində nə üçündür? Eşitmə və görmə əslində elm əldə eləməyin müxtəlif alətləridir. Düz? Yəni elm əldə eləmək üçün olan müxtəlif vasitələrdir. Mərifət əldə eləmək üçün olan vasitədir. Mən əgər görməsəm, görməyəndə nə olur? Görməyəndə həmin o görmə hiss-üzvləri ilə dərk edilən bir çox şeylər haqqında mənim məlumatım olmayacaq. Məlumatım olacaq, amma məsmuatla, yəni eşidilənlərlə məlumatım olacaq. Məsəl üçün deyirəm də, heç vaxt təsəvvür görməmişəm, qırmızı rəng. Mən nə bilim qırmızı rəngləri. Düzdür, eşitməklə fərq eləyəcəm ki, rənglər neçə cürdür, qırmızı rəngdir, məsələn, qan qırmızı rəngdədir, falan şey belədir. Bunlarla biləcəyəm, düzdür? Amma o görən şəxsin görməsi kim olacaq, yoxsa yox? Təbii ki, onun kim olmayacaq. Yəni, bu görmə özü elm əldə eləməyin vasitələrindən biridir. Eşitmə də həmçinin. Əgər mən heç vaxt eşitməsəm, mən nə bilim pis səslə yaxşı səsin fərqi nədir? Düzü, heç vaxt bilə bilməyəcəm ki, pis səslə yaxşı səsin fərqi nədir? Və bunlar da nədir? Əslində həmin o səslərin haqqında elmimin olması üçün bir vasitədir. Allah Taala əgər hər bir şey bilirsə, elə bilmə onun zatıdırsa, demək, onun mənim kimi görməyə, mənim kimi eşitməyə ehtiyacı yoxdur. Çünki onun elmi hüsuli deyil ki, hasıl ol. Bizdə elm hüsulidir. Gərək mən görüm ki, elmim hasıl olsun. Gərək mən eşidim ki, elmim mənim hasıl olsun. Amma Allah Taala'da elm hüsuli olmadığına görə bunun bu görməyə ehtiyacı olmur ki, bunun bu eşitməyə ehtiyacı yoxdur. Elm huzurisidir. Elm huzuri da olandan sonra təbii ki, Allah Taala hər nə ki görülür və görülə bilər, düzə hər nə ki var, onlar haqqında xəbərdardır, yəni görür, yəni xəbərdardır. Eşidir, yəni xəbərdardır. O barədə bilir, elmi var. Bu, Allahın elminə qayıdır və başqa bir şeyə qayıtmır. Və ona görə İmam Muhammed ibn Müslimə deyir ki, İnnəhu sami'un basir, yəsmə'u bimā yəbsur. Gördüyü ilə eşidir. Və yəbsuru bimā yəsmə'. Və eşitdiyi ilə də görür. Yəni, bunda elmdir də, həmin o elmlə həm eşidir, həm görür. Hər ikisinə. Və bəndələrdəki kimi deyil. Qalə qult, Muhammed ibn Müslim imamın yəni məxsus səhabələrindən olub. Həmin o 4 nəfərdən olub ki, imam nə deyir onlar haqqında? Deyir ki, Umana Allah, Allahın əminləridir bunlar. Və əgər bunlar olmasaydı, ləndərəsət, yadımda olan ləndərəsət ifadəsində, yəni ləndərəsət sünnə. Yəni həmin o sünnə bütünlüyünə aradan gedərdi. Əgər bu 4 nəfər olmasaydı, onlardan biri Muhammed ibn Müslimdir. Rəhmətullah aleyhi məcmuə. Və hətta bu ki, belə səhabələr var, ravilər var, böyük alimlərin bunlara böyük bir etiqadları da var. Niyə? Çünki əgər onlar olmasaydı, bir gün bizə bu elmi məlumatlar gəlib çatmayacaqdı. İmam Sadiq, İmam Baqir və digərləri nə deyir, həmin o dedikləri gəlib bizə çatmayacaqdı. Ona görə bizim də bunlar arasında borcumuz var. Hətta bir alim var idi, o deyirdi ki, rical elmi ilə məşğul olanda, daim məsələn hədis oxuyanda onun adəti buydu ki, sənədlə oxuyardı və dərslərdə sənədlə oxutdurardı. Ki, sənədlə oxutdurardı və onların hamısına da rəhmət göndərərdi. İndi o illə maşəd və o başqadır da, indi məsələn müxalif olsun ya başqa olsun, bunlara düşmür təbii ki, rəhmət. Amma bu bursu digərlərinin nə deyir? Rəhmət də oxuyurdu. Niyə? Çünki əgər bunlar olmasaydı, bu elmi məlumat ya bizə çatmayacaq. Qalə qult,
Bu deyir İmam Baqir əleyhissalama dedim ki, yəz'amun ennehu basirun ala ma ya'qilunə. Bunlar elə güman edirlər ki, Allah Taala görür ala ma ya'qilunə. Bunların düşündükləri kimi. Yəni bunlar necə düşünürlər? Görmə nə ilə olur? Bir göz olmalı, onu görməsin. Bunlar elə bilirlər ki, Allah Taala da bu cürünə görür. Fəqal ta'ala Allah. Allah Taala bundan ucadır. İnnema yu'qal ma kana bi sifatil məxluq. Bu ancaq məxluq sifətində düşünülə bilər ki, bu cürünə ki, gözlə, bir alətlə bu görsün. Və leysallahu kəzalik. Allah da məxluq deyir ki, sən onu bu cürünə biləsən. Bu, məsələn, kafidə nəql olmuş rivayətlərdir. Görün, kafi nə cür bizə bir elmi məlumatlar verir. Ki, bunlar da görünələrə işarə edir. Ondan sonra və anil İmam-ı Sadiq. İmam Sadiq əleyhissalam fîmâ qâlehu liz-zindiq əlləzi ətâh. İmamın yanına bir zindiq gəlmişdi. Ona, yəni bir dinsiz gəlmişdi. İmam ona bu cürünə buyurdu ki, səmi'un biğayri carihə. Yəni, heç bir carihə olmadan, heç bir alət olmadan eşidir. Və basirun biğayri alət. Və heç bir alət olmadan Allah da neyini görür. Yəni, görməsi və eşitməsi bir alətlə deyil. Bəl yəsmə'u bi nəfsihi və yabsur bi nəfsi. Bəlkə o öz nəfsi ilə, öz zatı ilə görür və öz zatı ilə də eşidir. Bizlər çünki nəfsimiz ayrıdır. Həmən bu eşitmə alətləri zadı bunlar ayrıdır. Bunlar ayrı-ayrıdır. Mən bu alətlərini eşidən nəfsimlə eşitmirəm ki. Düzdür, niyə? Çünki karda da o nəfs var, yoxsa yoxdur. Amma qulaq aləti məsələn işləmir deyə o eşitməyəcək, yoxdur göz görmür deyə o görməyəcək. Allah isə zatı ilə, yəni zatı ilə bilir, ehtiyac yoxdur. Bizim nəfsimizin ona görə ehtiyacımız var bu alətlərə, bu elmi əldə eləmək üçün. Eşidilən elmi, görən elmi. Ona görə məşhur bir sözdür ki, adı nədir, kim əgər bir hiss süzünü itirsə, o böyük bir elmi itirir. Hiss süzünü itirən istərsəməz böyük bir elmi itirir. Həqiqi mənada. Amma Allah Taala niyə? Çünki ehtiyacımız var da buna görə. Təsəvvür bir adam həm görməsə, həm eşitməsə o necədir? Bir var, bəzilər kördür, eşidirlər. Bu eşitməklə əldə edir məlumatları. Düzdür, amma gənə də görən kimi əldə edə bilməyəcək. Amma bir də var, biri görür, amma eşitmir. Bu ancaq görənləri əldə edəcək, eşidənləri əldə eləməyəcək. İndi biri hər ikisini bilməsə nə edəcək? Onun üçün daha da çətindir ki, yəni elm əldə eləmək. Allah Taala'nın isə buna ehtiyacı yoxdur. Ona görə öz zatı ilə eşidir və görür. Leysə qavli innehu səmi'un yəsmə'u bi nəfsihi və basirun yabsuru bi nəfsihi ənnehu şey və nəfs şeyun əxər. İmam deyir ki, mən ki dedim, o öz nəfsi ilə görür, öz gözün adı nədir, öz nəfsi ilə eşidir. Deyir, mənim sözüm, çünki bu sözün zahiri nədir? Yəni, nəfsi başqa bir şeydir, nəfs vasitəsilə eşidir. Deyir ki, mənim sözüm bu deyil ki, Allah öz nəfsi ilə eşidir. Yəni, innəhu səmi'un, o səmi'dir, eşidəndir, yəsmə'u bi nəfsi, öz nəfsi ilə eşidir, və basirun və görür, yabsuru bi nəfsi və öz nəfsi ilə görür. Düzdür? Ənnehu şeyun və nəfsu şeyun əxər. Mənim sözümün mənası bu deyil ki, Allah özü bir şeydir, onun nəfsi başqa bir şey, yəni nəfs ondan ayrıdır. وَلَكِنْ أَرَدْتُ عِبَارَةً عَنْ نَفْسِ اِذْ كُنْتُ مَسْئُولًا. Deyir, lakin məndən ki, sən soruşmursan, mən məsulam deyə soruşmursan deyə, mən sənə buna bir cavab verməliyəm. Ona görə müəyyən bir ibarələr getirmişəm. Bu, həmçinin işarəti ki, Allah barəsində hər nə deyirsənsə dinə, bu əslində ibarə, o ki, bizim o sözlərimiz var. Bu sözlərimiz həmin o sözün müqabilində kəsad olacaq, istərsəməz naqis olacaq, naqislik. Təsir eləyəcək həmin o sözə. Yəni, istərsəməz sənin sözün, bizimki sözlərimiz var. Çünki söz özü nədir? Əslində, bunun özünün ayrıca bir bəhsi olmalıdır. Ya. Həqiqətdə bizim ifadə elədiyimiz sözlərimiz nədir? Ancaq bildiklərimizdən bildiyimiz sözlərdir. Çünki hər bir insan nədir? Hər bir insan fikir verir. Danışanda istərsəməz onun elmindən nə edir? Danışanın elmini göstərir onu danışır. Həqiqi mənada. Bir günləri bir-iki nəfər danışır, bir həqiqi mənada o ziyalı bizdə deyirləri, alim, oxumuş biri ilə danış, gör bu nə danışacaq, bir dənə heç nə bilməyənlə danış.
Heç nə bilməyən öz çərçivəsində danışacaq. Böyük bir şey də görsə, ya elmi bir şeydir, sadəcə onun ki, elmi tərəfini görmür, onu elə izah eləyəcək, bildiyi qədərini izah eləyəcək. Ondan tərəfəsi yoxdur ki. Və bu sözlər ki, insanların arasında var, bu bunların ağıllarının çərçivəsindədir. Yəni müəyyən bir məhduddur, hüdudiyyəti var bunun. O demək deyir ki, yəni sonsuzdur bu sözlər, ibarələr, bunlar hamısı sonsuzdur, xeyr, sonsuz deyil. Yəni bir sonu var, bir sonu varsa məhduddur. İndi sən bu ilə gəlib məhdudla məhdud olmayanı vəsf eləmək istəyirsən, təbii ki, hər nə ibarədirsən, hər nə sözdürsən, bu Allah haqqında məhdud olacaq. Və imam da ona işarə edir. Deyir ki, mən ki, bu bəhsiri izah eləmək istəyirəm ki, öz zatı ilə eşidir. Bu o demək deyir ki, yəni zatı ayrı bir şeydir, ya onun nəfsi ayrı bir şeydir, öz ayrı bir şeydir. Söz zatı ilə eşidir, sözü nə deməkdir? Ya zat ayrı olmalıdır, bu ayrıdan o ilə eşidir. Düzdür, sadəcə imam deyir ki, sən məndən söz soruşmuşsan deyə, mən sənə bu ibarə ilə cavab verməliyim. Çünki bu dildir və bu dildə istər-istəməz məxluqun yaratdıqları da bu dil. Yəni, ümumiyyətlə, dil özü nədir? Məxluqdur da yaranmışdır. Sən yaranmışla eləyə bilmərsən ki, yaranmışla mühtacdır. Mühtacdır, onun da ehtiyacı var, onun da bir hüdudu var. Hüdudu varsa, ehtiyacı varsa, sən onu ehtiyacsız və hüdudsuz bir şeyə vəsf eləyə bilmərsən, həmin o bir şeylə, məsələn, hüdudlu ilə gəlib hüdudsuzu vəsf eləyərsən. Təbii ki, bu hüdudlunun bir hüdudu olacaq, onunsa bir hüdudu olmayacaq. Və ifhamən lək və sənə başa salmaqdan ötürüdür. İz kuntə sailən. Yəni, sən soruşmuşsan deyə, mən sənə başa salmalıyım. Fəəqul innəhu səmi'un bikulli. İmam indi gəlir ibarəsi ikinci dəfə. Bu əslində imam ehtiyacı da öyrə bu ikinci dəfə desin. İmam bu ilə bizə bir şey öyrətmək istəyir. İmam deyir ki, fəəqul, ona görə deyirəm ki, innəhu səmi'un bikulli. O bütünlüklə eşidəndir. La ennəl kul minhu ləhu bə'z. Deyir, amma burada da kul deyəndə kul nə deməkdir? Yəni onun bə'zləri olmalıdır da. Hissəciklər deyir. Mən burada kul deyəndə demək istəmirəm ki, onun bəziləri var. Və ləkinni ərədtu ifhamək. Lakin mən sən başa salmaq istəyirəm. Başa salmaq istəyirəm deyə mənim təbirim bu cür nə olacaq? İnsanların təbirin. Yerlərdə bu sözü işlədirlər, məsumlar. Bu təbir sözün ki... Hə, bu təbir, yəni bu nə deməkdir? Yəni bu bizim təbirimizdir, başqa bir şey deyil ki. Və təbir ən nəfsi. Bu təbir də kimdəndir? Məndəndir. Məndəndirsə bu təbir. Mən möhtacam, möhtac deyiləm. Mən cahiləm, cahil deyiləm. İstərsəməz də cəhalətim olmalıdır Allahın müqabilində. Düzdür, Allahın müqabilində istərsəməz sən cahil deyəcəksən. Hətta Peyğəmbər və yaxud da imam var, ha? Düzdür, sən o ilə heç bir bəşərin, heç kimin elmini söyləyə bilmərsən. Və Allah nə olub, nə olacaq, hamısını ona verib. Amma Allah müqabilində nədir? Allah müqabilində söz yerə, başqa bir şey demirəm. Peyğəmbər, nə ki məxluqat var, hamısına alimdir, hamısını da bilir. Və məxluqat heç bilmir, nə qədər bilir. Yəni, məxluqat təbii ki, heç bilə bilməz ki, Peyğəmbər nə bilir, nə bilmir də. Bunun yəni söyləmiz var, yəni məxluqatdır, ya Peyğəmbər ilk yaranandır. Amma buna ilə yanaşı, bəs Allaha nisbətdə elə bir şeylər var ki, Allah bilsin, Peyğəmbər bilməsin, təbii ki var. Onu kimin kar eləyə bilər ki, elə bir şey var. Sadəcə bu ki, məsələn bu ki, mən söz dedim, məxluqatdan hər nə var bilir, olub, olanlar və olacaqların hamısını bilir. Bəziləri bunu eşidir, deyir, ha, siz Peyğəmbər haqqında qulub elədiniz, Əhl-i Beyt haqqında qulub elədiniz. Niyə Allahın sifətini ona verdiniz? Bu şəxsin Allah haqqında olan elmi məhdud deyil. Allahın elmini hüdudlandırıb ancaq nə ilə? Olan və olacaqlarla. Ona görə elə bilir ki, mən bu sifəti gətirib Peyğəmbərə verəndə, Əhl-i Beytə verəndə elə ona Allah qərar verdim. Amma bu başa düşmür ki, mən bunu verəndə, mən bu ilə yanaşı deyirəm ki, təbii ki, bu Allah müqabilində cahildir. Və elə bir şeylər var ki, nəuzubillah, düz deyə cahil sözünü mənim kimin onun haqqında ifadə eləməyi düz deyil. Sadəcə, o da İmam Nəcir deyir ki, bu mənim təbirimdir, ona görə bu təbirlə deyirəm. Düzdür, yoxsa Allahın müqabilində Peyğəmbər və yaxud da Əhl-i Beyt, yəni Allahla müqayisə olma bilməz ki. Bunların arasında mübayinət var. Yəni Allahla məxluqatı arasında hətta Peyğəmbər və onun Əhl-i Beyti ki, onlarla heç bir bəşər müqayisə oluna bilmir və heç bir onların olduğu məqamın heç yəni bir hissəsinə, nəinki hamısına, bir hissəsinə çatmayıblar. Amma bununla yanaşı yenə də Allah müqabilində biz bunu şey edirik, yəni Allahın müqabilində Allahın təbii ki bildikləri var ki, Peyğəmbər bilmir. Amma nə də onlar təbii ki Peyğəmbər bilməyəndən sonra mən də bilməyəcəm ki, onlar nə olan şeydir. وَلَيْسَ مَرْجِعِي فِي ذَلِكَ إِلَّا أَنَّهُ السَّمِيعُ الْبَصِيرُ الْعَالِمُ الْخَبِيرُ.
Deyir, mənim, düzdür bu təbir mənim özümdəndir, amma mənim mərzəm nədir? Mənim qayıtdığım şey nədir? Yəni, qəbul elədim, yəni niyə görə mən bu sözləri deyirəm? Deyir, ancaq budur ki, Allah da səmi'dir, bəsirdir, alimdir, xəbirdir. Yəni, səmi' bəsir hara qayıtdı? Əl-alim, əl-xəbir, xəbərdar olana və alimə. Bilə ixtilafid zat. Zatın heç bir ixtilafı yoxdur. Yəni, zatda heç bir ixtilaf yoxdur. Amma bizdə nədir? İxtilaflandır da bunlar. Elm ayrı olacaq, eşitmə ayrı olacaq, görmə ayrı olacaq. Bunlar hər biri fərqli-fərqli olacaq. Və lə ixtilafil mə'na. Mənanda ixtilaf yoxdur. Nə zatın ixtilafı var, nə mənanın. Yəni, səmi' bəsir əslində məna olaraq Allah'da elə birdir. Baxmayaraq ki, insanda səmi' ayrı məfhumdur, bəsir ayrı məfhumdur. Bu imamın sözüdür. Bu hədis yadımda olan qədərlə bu cür nədir ki, uzun hədisi. Bir-bir getirir imam fərqləri. Fərqləri getirir. Yoxsa o digər hədis olacaq deyəsən. Ya bu hədisi, ya bir başqa hədisi ki, imam bir-bir getirir ki, o digər hədisi, onun üçün ifadəsində var. İmam deyir ki, adlar eyni ola bilər, amma mənalar fərqlidir bəndə ilə Allah arasında. Bəndə də səmi' bəsirdir, Allah da, amma bəndə də filan cürdür, Allah da filan cür. Gördün, mənası təmiz başqa-başqadır. Yəni, Allah haqqında hər nə deyirsənsə dinə, hətta vücudun özünü deyirsənsə dinə, varlığın özünü deyirsənsə dinə, sən gəlib ömür boyu bəndədəki varlıq mənasını Allah barəsində deyə bilmərsən. Düzdür, baxmayaraq ki, eyni söz olacaq, varlıq olacaq, vücud olacaq, amma yenə də bəndənin vücudu ayrıdır, Allahın vücudu ayrıdır. Bütün sifətlər bu cür nədir? Hər hansı elm var, elmdə belə. Bizim o bildiyimiz elm bizdə bir sifət mənasındadır, Allah'da təmiz başqa bir sifət. Nədir ki, bunu hədislərimizə sıraşlar deyir. Və anil İmam-ı Rıza aleyhissalam, İmam Rıza aleyhissalam buyurur ki, وَسُمِّيَ رَبُّنَا سَمِيعًا لَا بِخُرْتْ فِيهِ يَسْمَعُ بِهِ الصَّوْتِ وَسُمِّيَ رَبُّنَا سَمِيعًا. Bu hədis olmalıdır. وَاخْتِلَفَتِ الْمَعْنَا yetirəcək. Deyir ki, Rəbbimiz səmi' eşidib. Səmi' adlandırılıb, eşidən adlandırılıb. Sən də eşidənsə, mən də eşidənəm. Düz deyil. Amma bizdə nə mənə eşidəni? Səndə də bir dənə nəsə şey var, adına deyil, bir deşik var, həmin o deşik vasitəsilə eşidirsən. Düz deyil, həmin o qulağın deşiyi. Deyir, amma Rəbbimiz səmi' eşidən adlandırıb, bixortun fihi, onda bir dənə deşik yoxdur, yəni la bixortun fihi. Yəni, heç bir, onda bir dənə məsələn alət olsun ki, həmin o deşik vasitəsini eşitsin, yox. Yəsmə'u bihi solt. Ki, həmin o alət vasitəsilə, məsələn, həmin o deşik vasitəsilə eşitsin. Və la yəbsur bih. Və yaxud da o, həmin o şeylə, o deşik vasitəsilə görsün. Kəma ənnə xurtənə əlləzi bihi nəsmə'ə la nəqva bihi aləl-bəsar. Necür ki, bizdə ki, həmin o deşiyi olur eşitmək üçün, onu ilə biz bacarmırıq ki, görək. Bilin, yəni bizdə ki, o deşiyi var, biz onu nə edirik? Eşidirik, amma görə bilirik qulağın deşiyi ilə. Yox, görmürük. Deyir, amma Allah'da bu cür nə deyil ki, onda da baxmayaraq ki, o da səmi' adlanıb bizdə. Biz də eşidənik, Allah da eşidəndir. Amma bizdə bir dənə deşik olmalıdır, məxsus olmalıdır eşitmək üçün. Həmin o ilə eşitməliyik, o ilə görə bilməliyik. Amma Allahın eşitməsi bu cür nə deyil. وَلَكِنَّهُ أَخْبَرَ أَنَّهُ لَا يَخْفَى عَلَيْهِ شَيْءٌ مِنَ الْأَصْوَاتِ وَلَكِنَّهُ أَخْبَرَ أَنَّهُ. Lakin Allah Teala bu səmi' deməklə nədən xəbər verib? Xəbər verib ki, la yaxfa aleyhi şey'un minəl əsvat. Yəni, eşidilənlərdən heç nə ona gizlin deyil. Allah eşidəndirin mənası budur. Yəni, eşidilənlərdən heç nə ona gizlin deyil. Bildin? Yəni, burada səmi' deyəndən zaman nəzərdə tutub. Nəinki bizdəki səmi' eşidən? Leysə alə həddin ma səmmeyna nəhnu. Bizim adlandırdığımız o eşitmənin həddində deyil Allah Teala. Məhdud deyil. Nə inirsən elə Allah məhdud deyil. Fəqət cəmə'nəl ism biz səmə. Düzdür biz eşitməklə, səmənlə bunları cəm eləmişik. Eşitməklə, yəni səmə adı ilə, eşitmə sözü ilə biz cəm eləmişik. Nə cəm eləmişik? Yəni məxluqatda da demişik səmə eşidəndir. Düzdür? Allah haqqında da bu səmə, yəni eşitməyi demişik. Cəm eləmişik hər ikisində, hər ikisinə eyni adı vermişik, bəli. Vaxtələfəl məna, amma məna fərqli oldu. Birində müəyyən bir deşik vasitəsilə, birində isə
Həmin o görmə. Və hakəzəl basar. Basar da bu cür nədir? Yəni görmək. La bi xurdin minhu absar. Elə bir, yəni görmək üçün deşik yoxdur ki, məsələn gözün ki deşik olmur, o ilə görürsən, Allahda bu cür nə? Deyil. Kəma ənna nəbsur bi xurdin minna. Nə cür ki bizdə məsələn görmək üçün nə var? Bir dənə gözün deşiyi var, həmin onun vasitəsilə görürük. La nentəfi'u bihi fi qeyrihi. Amma həmin o deşiyi başqa bir şey üçün istifadə edə bilirik. Eşitmək üçün istifadə edə bilirik, danışmaq üçün istifadə edə bilirik. Xeyr. Ancaq görməkdə ehtiyacımız oldu həmin o deşiyə. Möhtaclıqda Allah Taala isbat edir ki, möhtaclığımızı. Eşitməkdə həmin o qulağın eşitməsi ki var, o deşiyi. O ilə nə sübut edir Allah Taala? Ben deyir ki, möhtacsan. وَلَكِنَّ اللّٰهِ بَصِيرٌ لَا يَحْتَمِلْ شَخْصًا مَنْظُورًا إِلَيْهِ. Yəni, bir nəfəri həml eləmir. La yəhtəmil şəxsən mənzurun ilə ki, həmin o şəxsə bu cürünə o gözlə həml eləsin o baxmaqlığı. Bildin nəzəri? Bildin nəzər? Yəni, la yəhtəmil şəxsən mənzurun iləyh. Hədə. Bildin? Elə bir, yəni görməyi həml eləməsin. Elə bir, yəni görməyi sən ona həml eləməyəcəksən ki, məsəl üçün bir görməklə o şəxsə məsəl həml eləsin. Yox, sadəcə bu nə mənadadır? Yəni, ad nədir? Bilmək mənasında. La yəhtəmil şəxsən mənzuran iləyh. Yəni, mənzur iləyh şəxsə nə eləmir? Bəsəri həml eləmir. Bu görmək ki, bizdə nə eləyirik? Gəlir mən gözümü bir nəfərə dikim də, bir nəfərə bir növ həml eləyim ki, həml eləsəm onu görəcəm də. Düz deyil, o tərəfə baxmıram, o tərəfi görmürəm ki. Düz deyil, Allahdasa bu cür nə deyil ki, bir şəxsə həml eləsin. Fəqət cəma'nəl isim. Burada da ismi neynədir? Cəm elədi. Necə cəm elədi? Yəni, sən də baxmaqdır, məndə də baxmaqdır. Amma mən bu ilə həml eləyirəm. O görməkliyi, həmin o gördüyüm şeyə. Amma Allah da bu cür nə deyil? Vaxtələfəl mə'na. Mə'na burada ixtilaflı oldu. Və anhu aleyhisselam. Və İmam əleyhissalam buyurur ki, bu da İmam Rıza əleyhissalamdandır. Və qulna innehu sami'un la yaxfa aleyhi əsvat. La yaxfa aleyhi əsvat xəlqih. Ma beynəl arşi ilə thəra. Deyir ki, biz Allaha səmi'a deyəndə mənası nədir? Səmi'nin mənası budur. Ərşdən ta yerə qədər heç bir yaratdıqlarının heç birinin səsi ona gizlin qalmaz. Minə zərrə ilə əkbər minhə fi bərrihə və bəhrihə. Zərrədən ta böyüyə qədər. Demək, zərrənin də əslində nə var? Səsi var. Zərrənin də səsi var, ta böyüyünə qədər. Hər bir şeyin müəyyən bir səsi var. Çünki hərəkət olanda istərsəməz bir səs olmalıdır. Sadəcə bəzi səslər var ki, bizi üçün, nəsə ki, hədisdə gələcək, o qədər azdır ki, o eşitmirik, o qədər azdır ki, eşitmirik. Bəziləri də o çox səs də insanı kar eləyir. Kar eləyir, necə sən onu eşitmirsən. Məsələn, yer kürəsinin ki, hərəkəti var, onun səsi var yoxsa yoxdur? Təbii ki, səsi var. Sadəcə onun ölçüsü var səsini eşitməyinin insan. Ondan artığı eşitmir. İstərsəməz insanı kar eləyir. Buna hədislər də işarə eləyir. Fizikada var elədir. Fi bərrihə və bəhrihə quruda və suda olan zərrədən ta böyüyə qədər. Və la təştəbih aleyhi lüğatuha. Allaha bunların lüğəti neynəmir? İştibah eləmir, yəni qarşılıq salmır Allah üçün. Bunların ayrı-ayrı dilləri, ayrı-ayrı səsləri, xeyr. Fəqulnə ində zalik. Biz bu vaxtda dedik, innəhu səmi'un la bi'udn. O, səmi'dir, la bi'udn, yəni qulaqsız. Və qulnə innəhu basirun, la bi basarin. Biz deyirik, Allah görəndə, amma bu gözlə yox. Ləənnəhu yərə əthərə zərrətü səhmə fil-leyləti zulmə alə səxrəti səvdə. Çünki Allah Teala həmin o qara zərrənin izini fil-leyləti zulmə, qaranlıq bir gecədə alə səxrəti səvdə, qara daşın üzərində görür. Təsəvvür et, qaranlıq gecədə qara daşın üzərində qara zərrənin, zərrənin deyirlər. Düzdür, zərrənin izini görür. Bunu ki, halbuki göz görə bilməz. Bildin? Bunu söyləyir ki, yəni göz görə bilməz. Çünki insanın bu həvası, hissi üzvləri nədir? Bunlar hamısı məhdud da Allahda bu cürünə məhdud deyil. Və yərə dəbibən nəml fil-leyləti-dəciyyə.
və həmçinin qarışqanın da ayaq izlərini, həmin addımların izlərini qaranlıq gecədə görür. Bunu halbuki gözü görmür. Və yərə mədarrəhə və mənafi'əhə, onun zərərlərini və onun mənfətlərini hamısını görür. Və əsəru səfadəhə və fəraxəhə və nəsləhə, və onun cütləşməyinin əsərini. Burada səfad yəni cütləşməyinin. Və fəraxəhə, və onun o övlad əmələ getirməyinin və nəsləhə və nəslinin əsərdə izlərini görür. Qarışqandan söhbət gedir. Yəni qarışqandan hətta o cütləşməyini, orada o şeyin əsərini ki, onu görmüyorum, qarışqan özdə mən gecə vaxtı görmüyorum, qalmışım, nə cür cütləşir, ya övladının əsəri nədir? Yəni bir dənə nəsə bir mayə çıxır, düz deyil, ondan. Onu belə Allah Teala görür. Fəqulnə ində zalik. Elə bu vaxt biz dedik, innəhu basirun la kəbəsri xəlqih. Allah Teala görəndə, amma yaratdıqlarının gördüyü kimi deyil. Bu da ət-Təvhiddədir. Təvhid də çox mühümdür şəxsən. Və anil İmam Cəvad aleyhissalam, İmam Cəvad aleyhissalam buyurur ki, Ləmmə suilə keyfə summiyə Rabbənə səmi'ən. İmam Cəvad aleyhissalamdan soruşdular ki, bizim Rəbbimiz nəzür səmi' adlanıb, yəni eşidən adlanır. Ləənnəhu la yəxfə, qal, İmam aleyhissalam buyurdu, Ləənnəhu la yəxfə aleyhi ma yudrək bil əsma'. İmam dedi, çünki eşitməklə dərk olunanlar Allah Teala gizli deyil deyə eşidəndir. Sözə bax, eşitməklə dərk olunanlar Allaha gizli deyil. Mənası nədir? Yəni Allah bizim kimi eşitmir. Bizdəki eşitmək idrak vasitələrindəndir. İdrak vasitələrindən sadəcə də eşitmək. Sən idrak eləmək üçün eşidənləri möhtacsan eşitməyə. Amma Allah Teala möhtac deyil. Allah Teala hər bir şey bilir. Əgər alimun bi kulli şeydir, hər bir şeyi biləndirsə Allah Teala, demək həmin o eşidilənlərlə sənin dərk elədiklərin var, bunlar da əslində bir elmdir. Çünki əslində bu eşitmək, bu görmək nə üçündür? Bunlar eşitmək, ancaq eşidilənlərin surətidir, sənin zehnində sabit olur. Görmək də görmək. Biz ki, elə belə bu eşidirik, bu nə olur? Həqiqətinə varid olsa bu şeylərin, görərik ki, bu görmək nə üçündür? Görməklə nə edirəm ki mən? Həmin aşağıları zeynimə soxuram, yox, onların surətini soxuram. Eşitməklə nə edirəm? Eşidilənlər haqqında məlumatım onların surəti olur mənim zeynimdə. Başqa bir şey deyil ki, eşidilənlərlə ancaq mən nə edirəm? Onların surətini yığıram belimə. Yoxsa o eşidilən mənim qulağıma girir, nə olur ki? Bildin? Bu surət olanda nə olur? Surət olanda mən onları dərk edirəm. Allah Teala bunların hamısını bilir. Bilirsə nə ehtiyac var ki, bu qulağına eşitməksən və bunlara ad nə deyil? Görməyinə sabit olsun. وَلَمْ نَصِفُهُ بِالسَّمْعِ. Və biz Allah Teala وَلَمْ نَصِفُهُ, biz Allah Teala'nı vəsf eləmirik. Nə ilə vəsf eləmirik? بِالسَّمْعِ, eşitməklə. بِالسَّمْعِ الْمَعْقُلْ فِي الرَّأْسِ. Başda olan, məqul olan həmin eşitməklə. Yəni başda olmur bu eşitmək. Biz Allah Teala'nın bu eşitməklə demirik ki, وَكَذَٰلِكَ سَمَّيْنَاهُ بَصِيرًا. Allahı görən də bu cür adlandırırıq. لِأَنَّهُ لَا يَخْفَى عَلَيْهِ مَا يُدْرَكْ بِالْأَبْصَارِ. Çünki Allah Teala bəsir deyəndə mənası nədir? Yəni görməklə dərk olunanlar Allaha gizli deyil. Min launin, əv şəxsin, əv qeyri da, istər rəng olsun, istər şəxs olsun və yaxud da başqa bir şey. وَلَمْ نَسِفْهُ بِبَصَرٍ لَحْذَةِ الْعَيْنِ. Biz Allahı həmin görmə ləhzəsi ilə, bu görmə ki var ha, görmə aləti ilə olan görməklə vəsf eləmirik. Bu bizim etiqadımız və bundan əlavə bir Şeyx Saduq rəhmətullah aleyhin bir sözü də var ki, bunu qısa olaraq deyək. Bu da əslində faydalıdır Allahın sifətləri haqqında. Şeyx Saduq rəhmətullah aleyh deyir, Mətə qulnə innəhu səmi'u nəfeynə anhu ziddə səmə və huvə səmə. Biz nə zaman Allaha eşidən demişiksə, əslində nə eləmişik? Allahdan inkar eləmişik. Neyi? Onun ziddi olan karlığı. Yəni, Allahın sifətləri haqqında bir sürü sifətləri, hədislərimiz də bunu deyir bizə ki, biz Allaha alim deyiriksə, Allah da Allah biləndir deyiriksə, əslində nə edirik? Onun əksi olan cəhaləti Allahdan səlb edirik. Yəni, cəhaləti səlb edirsən, bunun üçün alim deyirsən. Yəni, nəsə bir təzə bir vücud çıxartmırsan Allah Teala üçün. Eşitmə də deyəndə niyə eşitmə deyirik? Bəzi də eşitmə deməz elə bilən deyərdi. Deyir çünki biz ancaq nəf edirik neyi?
karlığı. Karlıq özü nədir? Cəhalətin bir şeydir də. Eşitməklər haqqında ki, cəhalətin bir nişanəsidir. Amma sən ki, əgər deyirsən eşidəndir mənası nədir? Eşidəndir, yəni bu kar deyil. Allah barəsi üçün o deyil. Yoxsa nəysə bir sabit eləmir Allah üçün. Qullə basir. Allah üçün bəsir deyil. Nəfəynə anhu ziddəl basir. Görməyin ziddə olan və huvəl-ama, həmin o körlük ki var, o körlüğü biz Allah üçün əslində nəfi edirik. Bir də ki, bu bir başqa bir yerdədir, o tevhiddə deyildi, bir də tevhidin başqa yerində var. Deyir, əs-səmi' mə'nahu ənəhu izə vücidəl məsmu'u kânə ləhu sami'an. Səmi'nin mənası nədir? Eşidən. Eşidənin deyir, mənası budur ki, əgər eşidilən olsa, onu eşidər. Yəni, o haqda bilər, eşidilən olsa. Şərtləndir, yəni səmi' mənası nədir? Eşidilən olsa, eşidər. Niyə bu mənanı veririk? Çünki sırf əgər desək eşitmə adı o feil mənasında olsa, bu Allahın ancaq feili olacaq, feili dolanan sonra zatı sifəti olmayacaq, feili sifəti olacaq. Gərək bir məsmu' eşidilən olsun ki, Allah eşitsin. Əgər o olmasa, Allah eşitməyəcək. Niyə? Çünki ses yoxdur da. Bildin? Yəni, çünki feili sifətin zatı sifətlərdən fərqindən biri budur ki, zatı sifət ancaq Allah. Seçinə ehtiyac yoxdur. Amma feili sifətdə gəlir bir başqa bir şey olsun ki, Allah bu feili icra eləsin, bu şeyi eləsin ki, məsələn, Allah da xaliqdir. Xaliq nə deməkdir? Yəni, yaradandır. Gəlir yaranmış olsun ki, Allah da yaradan olsun da. Düzlü qüdrəti var yaratmaq, bu başqa şeydir. Amma yaradan sözü nə deməkdir? Yəni, bu feili icra eləyən, əgər yaranmış yoxsa, necür Allah da xaliq olsun? Düzdür? İndi əgər səmi'ini sən sırf mücərrəd feil olaraq eşitməyi nəzərdə tutursansa, sırf mücərrəd olaraq feil eşitmək, onda bu zaman Allahın gərək deyə bilmərsən ki, ləm yəzəl və la yəzəl səmi'an. Düzdür? Bunu deyə bilmərsən. Niyə? Çünki vaxt vardı ki, eşidilən yox idi. Onda Allah nə eşidirdi? Deyir, yox, səmi' eşitməyin mənası budur ki, əgər eşidilən olsa, Allah da onu eşidər. Ona görə biz deyirik ki, bu əzəli sifətdir. Yəni, eşidilən olsa, Allah eşidəcək. Və mə'nə thani, ikinci məna nədir? Ənəhu səmi'ud dua, səmi'ud duanı duaları eşidəndir mənası nədir? Ey mücibud dua, yəni duaları qəbul edəndir. Yəni müəyyən feillər var ki, müəyyən isimlər var Allahda. Müxtəlif yerlərdə müxtəlif məna verir. Nə cür əş müxtəlif yerdə həm xalq mənası, bəzi yerlərdə elm mənasındadır. Səmi' də bəzi yerlərdə həmin ki eşidilən olsaydı onu eşidərdi. Bir yerdə də mənası nədir? Yəni Allah Taala duaları qəbul edəndir duanın qabağında. Yoxsa səmi'ud dua, duaları eşidən nə olsun mən də duanı eşidə bilərəm. Nə fərq olur? Düzdür? Yəni Allah Taala qəbul edəndir. Ona görə vəsf olaraq Allah Taala özünə deyir. Və əmmə sami' fəinnəhu yətəəddə ilə məsmu'in və yucib vücudə. Amma sami' bu mənada ki, məsmuya təsir eləsin, yəni eşidiləni eşitsin, yəni o cür nə təsir, düzdür, təsir, və yucib vücudə. Bu nə əslində şeylir, zəruri tutur, vücudəhu, gərək o məsmu' eşidilən olsun ki, bu ona təsir elə bilsin, eşitsin onu. Düzdür? Məsələn, səmi'allahu limən hamidə. Allah ona həmd edəni eşidir. Düzdür, gərək həmd eləyən olsun ki, eşitsin də. Həmd eləyən olmasa nə olsun? Düzdür? Deyir, ona görə səmi'ə deyəndə bu mənanı nəzərdə tutmuruq. وَلَا يَجُوزَ فِيهِ بِهَذَا الْمَعْنَ لَمْ يَزَلْ. Əgər bu məna ilə getirsək səmi'ini, yəni bu təsir eləmək, yəni məsələn, eşidilən var ki, onu eşidir, bu zaman Allah Taala ləm yəzəl olmayacaq. Ləm yəzəl necə? Yəni əzəli sifətindən olmayacaq, zatı sifətlərindən olmayacaq. Vəl-bari əzzə ismuhu səmi'un li zati. Amma Allah Taala zatən eşidəndir. Vəl-bəsir, bəsirin mənası nədir? Mə'nahu izə kanətil mubsirat, kanə ləha mubsirat. Mubsirat kanə ləhu mubsirat. Əgər görülənlər olsaydı, Allah Taala onları görərdi. Görmə sırf feil olaraq, feil olsa zatı olmayacaq, feili sifət olacaq. Yeri əgər görülənlər olsaydı, mənası budur ki, əgər görülənlər olsaydı, Allah Taala görər onları. وَلِذَٰلِكَ جَازَ أَنْ يُقَالْ. Elə buna görə də demək olar ki, ləm yəzəl basirən. Yəni bu daimən basir olub, görən olub. Yəni görülənlər olsaydı, onları görərdi. وَلَمْ يَجُزْ أَنْ يُقَالْ ləm yəzəl mubsirən. Heç vaxt gəlib Allaha deyə bilmərsən ki, ləm yəzəl mubsirən. Mubsir sırf o təsirli mənasındadır yaxud. Düzdür? Əbsərə, yubsiru, mubsirən. Düzdür? Əbsərədə gərək bir dənə görülən olsun ki, Allah Taala o cürünə görsün. Bildin? Basirlə mubsirin fərqi var.
Lənnəhu yətəaddə ilə mubsarin. Çünki bu mubsarin, yəni görülənə təsir eləyir. Və yucibu vücudə. Və onun var olmasını zəruri eləyir. Gərək o görülən olsun ki, bu onu görsün. Vəl-bəsarə fil-lüğə məsdərul basirə. Bəsarət də basirənin məsdəridir. Vallahu azze ve celle basira. Allah Teala ilə zaten bəsirdir. Leysə vasfun ləhu təbarək təbi ənəhu səmiyyən basir. Hətta bu gör nədir Şeyx Sədıq? Deyir ki, vəleysə Şeyx Sədıq gəlir burada başqa bir məna. Deyir ki, alim mənasında deyil. Çünki dedim axıdan bir ki, alim. Düzdür? Bunu nədir? Bunu bir qrup alimlər deyir ki, alim mənasındadır. Amma Şeyx Sədıq deyir ki, yox, vəleysə alim mənasında da deyil. Bax, وَلَيْسَ وَصْفُنَا لَهُ تَبَارِكُ تَعَلَى بِأَنَّهُ سَمِيعٌ بَصِيرٌ وَصْفًا بِأَنَّهُ عَالِمٌ. Deyir, Səmiə Bəsirin vəsfi bu deməkdir ki, alimdir. Şeyx Səduqun verdiyi bu məna ilə götürsən, sonra alim deməyəcəksən. Nə mənada deyəcək? Çünki başqaları Səmiə Bəsirə alim getirmişdir deyə zahirən elə deyirdi ki, şeydir. Ona görə bu görməyə ehtiyac yoxdur, ona görə feili deyil, nədir? Zatı sifəti. Amma Şeyx Səduq deyir ki, yox, elə mənim verdiyim mənə, bəl mə'nahu ma qəddəmnahu min qovnihi mudrikən. Bəlkə mənası nədir? Mudrikdir, dərk eləyəndir. Bəli, mudrikdir. Və hadihi sifə sifətu kulli həy la afətun. Bu da hər bir dirinin ki, əgər heç bir onun bəlası yoxdursa, onun sifətlərindəndir, həyyin sifətlərindəndir. Bildin? Bu bunu alimə qaytarmadı. Nəyə qaytardı? Həy sifətini qaytardı əslində Səmiə Bəsiri. Gördü fərqini? Deyir ki, çünki hər bir həy ki, heç bir onda bir xəstəlik yoxdursa, bu nə eləməlidir? Bu əslində dərk eləməlidir. Dərk eləməlidir nə ilə? Sadəcə bunlar onun vasitələri ilə dərk eləmə vasitəsi. Deyir, bu da Allahın əslində mudrik sifətindəndir. Nəinki alim sifətindən. Qalandı bəhsin qalsın. Sallallahu aleyhi və Muhammed.